Azərbaycanın iqtisadiyyat, Çexiyanın sənaye və ticarət nazirlərinin dəstəyi, İxracın və investisiyaların təşviqi agentliyi və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə biznes forumu keçirilib. Forumda çıxış edən İqtisadiyyat naziri Mikhail Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiya effektiv institusional mexanizm rolunu oynayır. Həmçinin Çexiyanın baş nazirinin birinci müavini, Sənaye və Ticarət naziri Karel Havlçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. O, keçirilən biznes forum və bu qəbildən olan tədbirlərin işbirliyinin inkişafına önəmini qeyd edib. Birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb. Tədbirdə eyni zamanda Azpromun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib. Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb. Bundan başqa forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Tədbir zamanı həmçinin B2B və B2G görüşlər təşkil olunub.